Azərbaycanda son deməli 2 gün ərzində 2 mina partlayışı baş verib. Rəsmi Bakının bununla bağlı bir bəyanatı var və bildirilir ki, artıq bu mina terroru davam etməkdədir və indiyə qədər, yəni 2-ci Qarabağ müharibəsi başa çatandan bəri mina partlayışları nəticəsində 436 nəfər zərər çəkib. Qeyd olunur ki, mina hadisələri münaqişənin ölümcül mirasının hələ də insanların həyatını təhdid etdiyini, ərazilərin bərpası və yenidən qurma prosesinə mane olduğunu, həmçinin məcburi köçkünlərin doğma torpaqlarına təhlükəsiz şəkildə qayıtmasına əngəl yaratdığını bir daha göstərir. Ermənistan deyir ki, bizdə yoxdur xəritələr, nə var vermişik güya. Azərbaycan bu məsələni tez-tez qaldırır ki, minaların bütün xəritələri bizə verilməlidir ki, biz bu əraziləri minalardan təmizləyə bilər. Və eyni zamanda bu məsələdə təbii indi Azərbaycan dövləti anama iş görür, müəyyən beynəlxalq təşkilatlar da maliyyə ayırıblar, dəstək verməyə çalışırlar. Deyək ki, Böyük Britaniya və bir sıra dövlətlər Azərbaycana texnikalar verirlər bu minaların təmizlənməsi üçün, amma yetərli deyil. Çox böyük bir prosesdir. Bilmirəm, bunu xaotik şəkildə bastırılıb bu minalar, yoxsa ermənilər bilirlər, qəsdən vermirlər. İkinci versiya daha məncə ağlabatan olar. Amma bütün hallarda bizim burada və həm də vətəndaşlarımızın da olduqca məsuliyyətli davranması, olduqca diqqətli olması lazımdır. Çünki bu minalanmış ərazilərlə bağlı tez-tez hüquq mühafizə orqanları vətəndaşlara çağırış edirlər ki, nəzarətsiz bölgələrə daxil olmayın. İşarələr qoyulub, xəbərdarlıq işarələri qoyulub, xəbərdarlıq lövhələri qoyulub. Yəni, olur belə hallar və yaxud baxırsınız, biz çobanın malı, heyvanı keçir minalanmış əraziyə, o da heyvanı geri qaytara bilmir. Geri qaytarmaq üçün riskə əl atır, risk edir ki, gedib onu, yəni bahalı bir təbii ki, heyvandır və onun üçün dəyərlidir, çünki ondan pul qazanır, dolanır və bu mənada da gedir, başına bax bu faciə gəlir, minanın qurbanına çevrilir. Yəni belə hallar da var deməliyəm.